Uşağınızın yaddaşı zəifdirsə, dərsləri yadında qalmırsa, ona hansı vitamin verməlisiniz? Birinci ən vacib vitaminimiz omega 3, yəni balıq yağıdır. İnsan beyninin 60% yağdan ibarətdir və bu yağların 25%-ə qədəri omega 3-ün payına düşür. Omega 3 bədəndə çatışmayanda beyindəki neyronlar arasında əlaqə zəifləyir, öyrənmə qabiliyyəti azalır, diqqət dağınıqlığı, unutqanlıq, uşaqlarda hiperaktivlik halları artır. Araşdırmalara görə omega 3 azlığı özəlliklə 3-12 yaş arası uşaqlarda nitqin gecikməsi, oxumada və yazmada çətinlik, eyni zamanda qavrama problemlərinə də səbəb ola bilir. Amma aptekdə satılan hər balıq yağını alıb vermək də doğru deyil. Çünki burada balıq yağının tərkibindəki EPA və DHA maddəsinin miqdarı, yağın hansı balıqdan alınması və istehsalçı ölkə də çox önəmlidir. Mənim isə sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Norveç istehsalı Easy Fish Oil balıq yağıdır. Niyə bu balıq yağı? Çünki onun tərkibində omega 3 ilə yanaşı uşaqların immun sistemini və sümüklərini möhkəmləndirən D vitamini də var. Bilirsiniz ki, D vitamini bədənimizə yağla birlikdə sorulur. Easy Fish Oil məhsulundakı omega 3 yağı D vitamininin effektliyini artırır. Bir sözlə, balıq yağı övladınızın beynini, tərkibindəki D vitamini isə immunitetini qoruyur. Məhsulun digər bir üstünlüyü çeynənilə bilən jelatin tablet şəklində olmasıdır. Bildirim ki, sirop şəklində olan balıq yağları qapağı açıldığı ilk andan etibarən oksidləşməyə başlayır. Yəni qısa müddətdə istifadə olunmasa təsiri azalır. Easy Fish Oil isə çeynənilən jelatin tablet şəklində olduğu üçün hava ilə təmasda olmur. Yəni ilk günkü təzəliyini hər dəfə açdığınız zaman qorumuş olur. Həmçinin meyvə aromalı olduğu üçün uşaqların sevə biləcəyi bir daddadır. Norveç istehsalı Easy Fish Oil balıq yağını bütün apteklərdən əldə edə bilərsiniz.